Azerbaycan topraklarını işgal eden Ermenistan'ın Başbakanı Nikol Paşinyan, Amerika Birleşik Devletleri ziyaretinde beklenmedik bir sürprizle karşılaştı. Gökyüzünde "Karabağ Azerbaycan'ındır" yazılı pankartlar uçarken karada da işgali sergileyen fotoğraf sergisi vardı. Karabağ Azerbaycan'ındır, işgale son. Bu sözler Los Angeles semalarında görüldü. Azerbaycan'ın Amerika Birleşik Devletleri'ndeki Los Angeles konsolosluğundan verilen bilgiye göre bu adım Los Angeles sakinlerine Ermenistan'ın işgalci siyasetiyle ilgili bilgi vermek için atıldı. Karabağ Azerbaycan'ındır, işgale son pankartlı uçak bütün gün şehir üzerinde tur attı ve herkesin ilgisini çekti. Salam dostlar, bugün sentyabrın 22'si Los Angeles'dayıq və Paşinyan Los Angeles'a gəlir, yəqin ki bir çoxlarınız bilir və buna görə Los Angeles'ın müxtəlif yerlərində müxtəlif etiraz aksiyaları keçirilir. Çalışacağım bütün aksiyaları çəkim, amma hal-hazırda mən Downtown Los Angeles'da olduğuma görə yəqin ki görə bilərsiniz arxadakı binaları falan. Downtown Los Angeles'da olduğuma görə buradakı aksiyanı keçirirəm və bu Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırım haqqında, Ermənistanın Azərbaycana qarşı minlərlə, yüz minlərlə əhalinin qırılması haqqında burada video roliklər gedir və orada başlıq verilir, yəni açıqlama verilir ki, ictimaiyyətə hansı ki Ermənistan Azərbaycana nə kimi soyqırım eləyib, nə kimi cinayətkarlıq eləyib, bu barədə video çəkilir. Canımın sevgili məhbub imanım. Mərkəz binası olan City Hall'un qarşısındayıq və City Hall'un qarşısında bu aksiya davam edir və maşını gördüyümüz kimi burada saxlayıblar və gələn gedən insanlara bunu göstərmək üçün. Hətta buradan keçən, hansı ki burada olacaq, aksiya olacaq, Paşinyanla görüş olacaq bu yaxın yerdə, düz həmin yerin qarşısındayıq və onlar ermənilər falan gəlib burada nəsə baxırlar, keçirlər, heç nə deyə bilmirlər, təbii ki bunun qarşısında boğulur. Buradakı yazılarda da Ermənistan torpaqlarımızı qaytarmalıdır, 1 milyon əhali evsiz, eşiksiz, etnik köçməyə məruz qalıb və torpağını itirib. Bunu kimi Ermənistanın Azərbaycana qarşı törətdiyi şərəfsizliklər haqqında məlumatlar verilir videoda və burada da görünür. Grand Central Market'in qarşısındayıq. Burada çox insanlar var, görürsünüz. Canımın sevgili məhbub imanım. Vatanımdır, vatanımdır, vatanım. Vatanı sevmeyen insan olmaz. Vatanı sevmeyen insan olmaz. Olsa da o şəxsdə vicdan olmaz. Ay dadibət, ay aman ey. Sən məni sən mənim kökümdə. Və gördüyünüz kimi Qarabağ Azərbaycanındır yazısı Los Angeles'ın semalarında gəzir və Los Angeles'ın bütün ətrafından
və hər yerindən bu yazını görmək mümkündür. Bu da çox gözəl bir addım olub. Çox gözəl bir yanaşmadır, hansı ki Los Angeles'ta yaşayanların daha çox diqqətini çəkən bir şeydir.